Şəkidə, qədim qəbirstanlıqda qəbirlər qazılıb. Rayon sakini Mehdi Əskərov iddia edir ki, yaşı 300 ildən çox olan Sona qəbirstanlığının qədim hissəsinə bələd insanlar qəbirləri zinət əşyası axtarılması məqsədi ilə dağıdıblar. Ərazidə sümüklər üzə çıxıb. Yəni bu məsələ ciddidir. Bu adamlar burada qızıl zinət əşyaları axtarırlar ki, o vaxtı olub ki, belə şeylər qızıl zinət əşyaları ilə bir yerdə bastırılıblar. Həmin qəbirləri o aparatlarla, nə bilim, cihazlarla gəlib arayıblar, axtarıblar və açıblar qəbirləri. Məsələ ilə bağlı aidiyyət üzrə müraciət edilib. Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi məsələ ilə əlaqədar bildirdi ki, qəbirlərin açılması şəriətlə düzgün deyil və yerləşdiyi əraziyə cavabdeh qurum tərəfindən qorunur. Şəki sakinləri buranı Sona qəbirstanlığı deyə adlandırırlar. Orada bir neçə qəbrin üstü açılıb. Məhəllə sakinləri deyirlər ki, ola bilsin ki, bunu kimsə hansısa axtarış məqsədi ilə edib. Ancaq bu təbii ki, təbii aşınma səbəbindən də ola bilər. Ancaq hansı səbəbdən olursa olsun, yəqin ki, bu qəbirlərin üstü belə qalmamalıdır. Dövlət Turizm Agentliyindən Xəzər xəbərə bildirildi ki, Yuxarı Baş Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Sona qəbirstanlığındakı qəbirlərin tamlığının pozulması ilə bağlı törədilən əməl hüquqi məsuliyyət yaradır. Bununla bağlı hüquq mühafizə orqanlarına qoruq tərəfindən müraciət olunub, araşdırma aparılır. Rəhman Həkimzadə, Yusif Kərimli, Xəzər xəbər.